Qarabağa silah-sursat Ermənistandan gətirilirdi. Bunu bugün Bakı Hərbi Məhkəməsində keçirilən proses zamanı Bako Saakyan deyib. O, işğal altında olan ərazilərdə hərbiçilərin maaşlarının necə verilməsi barədə sualı da cavablandırıb. Dağlıq Qarabağın büdcəsində və ordusunda bizim belə bir xərclərimiz yox idi. Bütün hərbi xərclər, verilən əmək haqları, əskərlərin təminatı birbaşa Ermənistan büdcəsindən ayrılırdı. Bunun bizə ayrılan kreditlərə aidiyyatı yox idi. Bako Saakyan, İskəndər M, .U və digər dağıdıcı silahların işğal edilmiş ərazilərdə olmadığını bildirib. Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilir.